Demə, değerli tamaşaçılarımız, izleyicilerimiz, dinleyicilerimiz. Biz bugün o kadar böyle güzel bir mekandayıq. Hardayıq? Biz Göyçaydayıq. Göyçayın Şahsultanlı kəndində. Və bugün Nərman əminin yubileyindəyik. Yaşı demirik hələ, gözdəyər. Və inanın Allah'a, bak burada bir damcı baklavaları təmin çəkir, nə gözəlliyindədir. Ay Allah buralar, nə gözəldir. Allah elimizi, obamızı var eləsin. Buna bax hələ gəl, Fəhmi. Gəl xanımlarla ayrılırlar, nə iş görürlər. Qazanlar gibi bizimle karşı. Hoş gördük, hoş gördük. Benim əziz analarım, bacılarım. Çok sağ olun. Allah var eləsin. Əliniz qolunuz var olsun. Və hələ ardı var bu gözəlliyin. İnşallah. Nərmanda 100 yaş olsun. İnşallah. Maşallah. Hələ bunlara bax. Maşallah. İndi yəqin ki, yenə deyirəm, birazdan hələ indi tüssü falan qalxıb bu kabablar çəkiləndə. Kənd həyatı. Əla. Allah işinizi avan eləsin. Sizlərlə. Hər şey gözəldir və Allah'ın maşallah. Hər şey gözəldir. Birazdan daha gözəl olacaq. Biz Göyçaydayıq. Şahsultanlı kəndindəyik. Nərman əminin yaşındayıq. Və indi deyirəm, Nərman əmi 70 yaş nədir ki? Allah Taala 80 qismət eləsin, 90 qismət eləsin. 95'i deyək, hamımız arzulayaq, 100'ü Allah versin. Elimizdə, obamızda şadlıq olsun. Bir daha gözümüz aydın olsun. Bu bizim evimiz, ocağımızdır. İnşallah bütün evlərdə, ocaqlarda şadlıq olsun. Öpürəm Nərman əmi. Sağ olun, çok sağ olun. Bütün yaxşı sözlərə görə, diqqətinizə görə minnətdaram. Çox sağ olun. Aylar beraber ak saçlardan danışmaya. Bu 70 yaş nedir hele? Dolub gözlerim axı ne için? Bu dünyanı ölçün biçin. Deyirəm ki sizin için bu 70 yaş nedir hele? Bu 70 yaş nedir hele? 70 yaş nedir hele? Deyirəm ki senin için 70 yaş nedir hele? Deyirəm ki sizin için bu 70 yaş nedir hele? Yandan bana ah belə bir gün istərəm, belə bir gün istərəm, ah belə bir gün istərəm, Nərmanım ya 70 gün istərəm. İşbəkələr naz gələr ömrümə. Söyle ona gözləyin sevgili həsrət. Bana